Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Deməli, avtomobilimin mühərrikini yuyuram. Əslində hər dəfə rayona gələndə bu prosesi rayonda özüm eləmək istəyirəm. Çox xoşuma gəlir mühərriki yuyub təmizləmək. Təbii ki, ehtiyatla xüsusi qaydalara əməl etməklə və bir də mühərrik üçün konkret nəzərdə tutulan dərmanlarla mühərriki yumaq daha yaxşıdır. Əvvəlcə tozun torpağını almışam, indi bir balaca dərmanlamışam, göstərəcəm sizə. Dərmanlayandan sonra buxar aparatı ilə ehtiyatla mühərrikin detallarını yuyub təmizləməyə çalışacağım və bunu sizə göstərəcəm. Başlayırıq indi növbəti dərmanlama prosesinə. Dərmanlamışam, deməli birinci dəfə dərmanlamışam, artıq ikinci dəfə dərmanlamağa keçirmişəm. Bu əslində köpükdür sadəcə olaraq. Yəni fikirləşə bilərsiniz ki, bu problem yarada bilər elektronika hissələrinə. Xeyr, bu sadəcə köpükdür. Yəni sırf mühərrik üçün nəzərdə tutulan dərmandır. Bundan sonra isə artıq buxar aparatı ilə detallı təmizləməyə keçəcəm. Prosesi ardıcıl şəkildə sizə göstərəcəm. Bəli, gördüyünüz kimi mühərrikxananı tam dərmanlamışam. Artıq gözləyirəm ki, bir 5-10 dəqiqə dərman qalsın. Təbii ki, detallardakı yağı, çirki hər birini təmizləyəndən sonra keçəcəm buxar aparatı ilə bu dərmanı mühərrikin detallarından təmizləmək və beləliklə də mühərrik olacaq çiçək kimi və mən mühərriki sonunda sizə təqdim edəcəm görüntüsünü. Belə. Bəli, fikir verirsinizsə, artıq buxar aparatı ilə təmizləməyə keçmişəm. Detallı təmizləyəcəm və proses bu formada gedir. İşləyə-işləyə çəkə bilmirəm. Ən yaxşısı, yəni artıq bildiyinizdə söhbət nədən gedir və ən yaxşısı sonunda mən sizə göstərəcəm təmizlik prosesinin nəticəsini. Bəli, dəyərli izləyicilər, bu da nəticə. Diqqət yetirin mühərrikxanaya. Verin, tərtəmiz. Yəni bütün detalları, hər şey çiçək kimidir. Hələ telefon yaxşı çəkmir deyə daha yaxşı göstərə bilmirəm sizə. Sonunda şəklini də çəkib qoyacam. Daha dəqiq baxasınız. Video ilə yaxşı göstərmək olmur, telefon yaxşı göstərmir. Görürsünüz, detallı təmizləmə. Bax, budur. Mən həmişə mühərrikxananı özüm təmizləyirəm. Lancirin bakavin hissəsinə fikir verin. Yəni, heç bir problem yoxdur. Çiçək kimi. Bəlkə də çoxu soruşacaq ki, bəs xodlanmağı nətərdir? İndi xod deyib sizə təqdim edəcəm. Elektronika hissələri var ki, o elektronika hissələrini tam, yəni ki, ehtiyatla o hissələrlə davransanız, problem olası deyil. Belə. Yoxlayaq, xodlayaq və avtomobilin xodlamağına işləməyinə baxaq. Bu da avtomobilin işləməyi. Hər hansı piriboy, hər hansı problem yoxdur. Bu da deməli kondisioner hava yollarını, peşin hava yollarını təmizləyirəm. Görüyorsunuz necə təmizlənir. Təmiz söhbətdir bu da. Təmiz təmizlənir. Deməli, torpeda, yəni şit belə səs elədiyinə görə sökürük. Qaynamla söküb dağılıb götürük ki, həmin o səsin mənbəyini tapaq, ora bez şumka eləyək. Yoxsa bütün zəhləmizi töküb yol gedirsən, şaq-qaşaraq səs eləyir. Əslində, yəni maşın yürüşü də azdır, kilometrajı da azdır, amma onun heç bir şeyə dəxli yoxdur. Şitdə izolyasiya problemləri var və izolyasiyası çox zəifdir və boltları da maraqlıdır ki, açırıq bomboşdur. Ona görə də elə səs eləyir. Söküb dağıtmışıq bütün hər şey. Buradan ruchnoy da, yəni əl əyləcə də dibindən boşalmışdı, onu da
Sıxdıq, bərkitdik. Belə görək. Səsə fikir verirsiniz. Şaqqa şaraq deyil. Tural da eləmir. Onu sevmişim. Axtar. Bu arada mənim qaynım Rusiyada işləyir. Surgutda. Səki gəlmişdi istirahətə, bu da onun istirahətidir. Əsas odur ki, axşam beluqa var, hə Tural? Nəticəni inşallah paylaşacağım, baxarsın. Rio 2015. Sök ki, qutarsın.